Salam əziz dinləyicilər, xoş gördük hər birinizi. Bildiyiniz kimi, bəzi qidaları qəbul etməklə xərçəngdən qorunmaq mümkündür. Bu qidalardan biri də turpdur. Əziz dinləyicilər, mən bu videoda sizlərə ağ və qırmızı turpun insan orqanizminə olan faydalarından danışacağam. Odur ki, videonu axıra qədər dinləməyi, bəyənməyi, kanala abunə olub bildiriş butonunu aktiv etməyi unutmayın. Araşdırmalara görə qırmızı turpun su ilə qaynadılması xərçəng əmələ gətirən maddələri yox edə bilir. O həmçinin şişlərin yaranmasının da qarşısını alır. Qırmızı turpun tərkibində A, B6, C, E, K vitaminləri, antioksidant, sink, kalium, lif, kalsium, dəmir və maqnezium mövcuddur. Turp kükürt birləşmələri baxımından yaxşı tərkibə malikdir. Buna görə də xərçəngə qarşı qorunmanı təmin edir. Turpun tərkibindəki flavonoidlər meydana gələ biləcək xərçəng hüceyrələrinə qarşı mübarizə aparır. Xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır. Qırmızı turpun bundan başqa digər faydaları da vardır. Misal üçün, qırmızı turpun tərkibində C vitamini var. Belə ki, immun sisteminin güclənməsində rol oynayır və soyuq dəymədən qoruyur. Şəkər xəstəliyinə qarşı ən